Dostlar, bağlantımız var. Amerika Birləşmiş Ştatları və İran arasında əldə olunan atəşkəs, bu çox kövrək dərəki tam yerinə yetirilmir, amma yenə də belə bir qərar var. Bu, qlobal enerji qiymətlərinə necə təsir edəcək? Deyilənə görə artıq dalğalanmalar var. Neftin barelinin qiyməti də aşağı düşməyə davam edir. Gəlin bu mövzunu müzakirə edək. İqtisadçı ekspert Asif İbrahimov. Asif bəy, salam, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir, salamlayıram sizi. Təşəkkür edirik. Asif bəy, bu atəşkəs qərarı neft və qaz qiymətlərinə necə təsir edə bilər? Proqnozlar hansı yöndədir yəni? Proqnozlar belədir ki, dünənlər razılıq əldə edildi. Bu 2 həftəlik bir razılıq əldə edildi. Düzdür, həssas bir razılıqdır. Şərtləri biraz dünya ictimaiyyəti biraz çoxluq sual yaratılmaz. Amma dərhal $91 düşdü, 130 dollar. Bəli. Neft belə dünya birzlərinin məhsulunu yaratan da psixoloji bir məhsuldur. Dərhal həyata keçirilən simulyasiya bunlar dərhal təsir göstərir. Lakin hal-hazırda qaz böhranı yaşamağa hələ davam edir. Bu dünyada baş verən ilkin öncə müharibə başlamışdan öncə qayıtdı. Hansı vəziyyətdə, indi hansı vəziyyətdə. Biraz şərtlər fərqlidir. Mənim düşüncəmdə iqtisadi olaraq nə Amerika, nə də ki, ABŞ qazanır. Belə ki, bu müharibənin həyata keçirilməsində gündə 1 milyard 200 min dollar civarında ABŞ vəsait xərcləyirdi və belə götürdükdə artıq 50 milyarddan artıq vəsait xərcləyir və şərtlər nədir? Artıq Hörmüz boğazından istifadə edərkən haqlar ödəniləcək, müəyyən haqlar. Biz orada dəqiq çox şey, dəqiqliyi ilə, detalları ilə göstərilməsə də zaten Hörmüz boğazından əvvəllər də istifadə, ümumiyyət ticarətində istifadə olunurdan bu haqlar yox idi. Bu məsələ, düşünürəm, Çin qazandı. Həmin o regionun, yaxın şərqin iqtisadi xəritəsinə baxdıqda hansı ölkələrin iqtisadi olaraq qazancını, hansı ölkələrin iqtisadi olaraq itirdiyini orada görmək olar. Bizə necə təsir eləyəcək? Məsələn, bir neft ölkəsi olaraq. Azərbaycanda bu artıq öz təsirini göstərməyə başlayıb ki, belə ki, milli iqtisadiyyatları neft gəlirlərindən dövlət büdcələrindən neft gəlirləri formalaşan ölkələr üçün əlavə büdcəyə daxil olmalar bu bir müsbət addımdır. Yəni, bu uzun müddətli perspektivdə baxsaq, bəli, bu artıq biz 2026-cı ilin büdcəsini proqnozlaşdırdığımız rəqəmlərdən haradasa 2 dəfə artığını gözləyirik. Düzdür, dünənlər $91 gəldi, düşdü. Dünənlər Azərbaycan markalı neftin qiyməti təqribən $126-128 civarındaydı, oynayırdı. Bu günləri gəldi, Brent markalı neftin qiyməti $91 düşdü. Amma bu bahalaşmaların bir digər tərəfi də var. Xüsusilə Azərbaycan fonunda. Birinci, bu bahalaşmalar, bu neft qiymətlərinin bahalaşması özü ilə bir yerdə inflyasiyanı da gətirir. Bilirsiniz, Azərbaycanla da İran arasında geniş ticarət əlaqələri var. Bir sıra məhsullarımızı biz İrandan ithal edirik. Yəni, məsələ niyə görə belədir? Həm logistika rahatlığı, həm sənədlərin, prosedurların, gömrükləşdirmə əməliyyatlarının ən rahat olan ölkələrdən biri və həmin o məhsulları daha ucuz Azərbaycan vətəndaşına sata biləcək ölkə İrandır. Məsələn, eyni məhsulun oradakı qiymətini, bazar qiymətini Türkiyədəki və yaxud da İrandakı qiymətini müqayisə etsək, İranda daha ucuz idi və bu da Azərbaycana ithal imkanlarını biraz daha rahat edir, daha səmərəli edirdi. Yəni, ən rahat çatdırılma, eyni zamanda ucuz qiymətlə. Bu məsələlərin fonunda diqqət yetirdinizsə, piş taxtalarda da bunun təsiri
yanıb düşmədi və orada da Azərbaycan, orta statistik Azərbaycan vətəndaşı məcbur qaldı bunu hiss etməyə. Bizim üçün, Azərbaycan üçün regionda stabillik önəmlidir. Belə baxdıqda, ilkin baxışda deyirik ki, neft qiymətlərinin bahalaşması büdcəmizə əlavə vəsaitlər gətirir. Ancaq bizə belə bahalaşma mənim zənnimcə lazım deyil. Daha stabil, dayanıqlı, dinamik bir formada inkişaf etsəydi daha yaxşı olardı. Çox təşəkkür edirik, minnətdarıq, dəyərli vaxtınızı ayırdınız, suallarımızı cavablandırdınız.